Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Röya Ayxan bugün İncəsəhər verilişinin qonağı olub. Sənətçi uşaqlıq illərindən və mərhum atası haqqında danışarkən kövrəlib. Uşaqlığı ilə üz-üzə qalan Röyanın etirafları diqqət çəkib. Uşaqlığımı xatırlamaq istəməzdim. Hər gün evində dava-dalaş olan, ürkək, qorxaq biri idim. Küçədən nə isə toplayıb satırdım ki, məktəbdə kimsə kişmişli bulka alanda mən də ala bilim. İndi çox güclüyəm. Mən özümə söz vermişdim ki, elə bir qadın olacağam ki, mənim atam və anam heç vaxt heç kəsə möhtac olmayacaq. Bacım, qardaşım istədikləri kimi yaşayacaq. Böyük evim, çoxlu içlərim olacaq. Artıq atam həyatda yoxdur. Uzun zaman əziyyət çəkdi. Dedilər, atan kimdənsə halallıq gözləyir. Anam gəldi, onun əlini sıxdı və bir şey baş verdi. Onun illərlə incitdiyi qadın gəldi, halallıq verdi. Onun əl ayağını öpdü ki, ayıl.